Əgər bədənimizdə bax belə ətxalları varsa, kimdəsə boyun nahiyəsində, kimdəsə qoltuq altı nahiyədə olur, narahatçılıq yaradır, qıraqdan pis görsənir. Sizlərlə çox ucuz, sadə və effektiv bir üsul paylaşacağım. %100 maksimum 3 gün bunu yoxlayın. 3 gündən sonra heç bir ətxal qalmayacaq. Elə görəcəksiniz ki, özü düşdü. Bundan öncə də bu üsulu paylaşmışdım. Minlərlə insan dedi ki, İsmail bəy, super bir effekti var. Hətta bir izləyicimin nəticəsini də sizlərlə paylaşacağım. Siz videonu stoplayın, oxuyun. Çox gözəl bir resept. Ona görə yadda saxlayın. Sizə yalnız 3%'lik periksi lazım olacaq. Bir də paltar sabunu. İndi deyəcəm necə istifadə etmək lazımdır. Burası sizdən bir dənə xahişim var. Videonu bəyənin. Bir də kanalıma abunə olun. Bu pulsuzdur. Asandır, amma mənə böyük bir təşəkkür, dəstək olacaq. İnşallah ki bunu eləyərsiniz. Çox böyük bir minnətdaram sizə. 3%'lik periksi pambuğa batırdınız. Hemen o ətxalın üzerine sıxırsınız. Bir neçə saniyə qalsın. Sonra 1-2 saat sonra paltar sabunu biraz nemlendirirsiniz və ətxalın üzerine sürtürsünüz. Yine bir neçə saat qalsın. Gün ərzində 2 dəfə, 3 dəfə, 4 dəfə bu proseduru təkrar eləyin. 3-cü gün görəcəksiniz ki, heç bir ətxal sizdə qalmayacaq. Mütləq yoxlayın. Bax, mən sizə zəmanət verirəm ki, effekti olacaq. Həmin 2 həftəyə siz də qarnınızı bax belə əridimək istəyirsiniz. Özdə dərmansız, əməliyyatsız ev şəraitində çox sadə üsullarla, xüsusi mənim metodikamla Instagrama direktə mənə hamınız arıqlama proqramı sözünü yazın. Hər birinizə məlumatı göndəriləcək. Mən sizə zəmanət verirəm ki, qarnınızı mənimlə 2 həftəyə cəmi belə incəldə bilərsiniz.